Əziz hissi və Camal izləyicisi, videoda bəzi nalayiq ifadələr yer almışdır. Əgər sən bunu görürsənsə, deməli artıq qərar sənindir. Bir dənə özəl yemək var. Polşada Gürcü mətbəxini yoxlayırıq, amma sıfır da, sıfır xidmət, sıfır. 14 dəqiqə yemək gəlir hə. O əliməlidir Murad. Ay vay 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 vay. Məsələn, mənim qardaşım heç vaxt mənə Ağzıva verməyib. məncə biraz b***dən element uydurma idi Murad. Da qiymət verdi, Allah sırazı əmişdirdin. Oy. Oy. Krantdan su içirsən, neysə. Bulaqdan səni. Gələ mətbəxə baxaq. Dzień dobry, można nagrywać? Video. Bu çox qalındır Murad. Sən ösə Evet arkadaşlar, bugün Gürcü restoranında heç kimin tuvalet afisant yoxdur Murad burada ümumiyyətlə. afisantı da power deyin adamdır. Bax bax. Bəh. Hazırsınız baba? O, smert vurdun ha. Qardaş, mən orada o suyun üstə döyüb öldürsən olar. Düz ki, görsən mənim yeməmi niyə qoysan? Çırpır da mən it kimi. Məni nəyə çağırmısan Krakovdan bura? Sənə geçək çağırdım ki, Mübarəkbazlıq eləyək. Gürcü Qardaş. mətbəxinin dadına baxaq. Gürcü mətbəxinin dadına baxaq. Bax, məni oradan bura qatar yoluna nəyə çağırmısan? Bir dənə özəl yemək var. Sən nuşitossan, sən qarınqulusan, məni oradan bura çağırırsan. Mənə cavab ver. Özüyəm. Nədir qardaş, nədir? Sən nömrəni çəkək, nömrəni. Nömrə bax. Likol. Nə vaxt olacaq? Lukoil demək istəyir yəni. Niyə özünə əziyyət verir? Bu nə vaxtdır? Bu nədir? Bu gün gözəl Gürcü mətbəxi, Polşada Gürcü mətbəxini yoxlayırıq. Amma 2 dənə Gürcü restoranına gedəcəyik. Bu gün Polşada Gürcü mətbəxi yoxlayırıq, əziz dostlar. Niyə Qarşımızda baş əyirəm. Niyə Gürcü? Ağlımıza o gəldi. Xüsusi bir səbəb yoxdur. Niyə hər Niyə şeydə Azərbaycan səbəb yox? axtarma? Hər Amma şeydə səbəb. Azərbaycan mətbəxində varoş və bahalı restoran var Polşada ümumiyyətlə. Polşada. Murat, 2 dənə Gürcü restoran yoxlayacağıq, əziz izləyicilər. Biri Nə qədər dünyanın ən varoşudur da. Hə, biri yəni Gürcülərin prosta sənədsiz açıb işlətdiyi bir yerdir. Biri isə həqiqətən adı ilə, sanı ilə seçilən və musiqili, həftə sonu musiqili şou proqramı olan bir Gürcü restorandır. Adı da Genotsvale. Getdi onda. Gedək, içəridə görüşərik, getdik. Stollar çox narahatdır. Yox deyil, biz küncə girdik. Düşdün məni. Bax, yumşaq olsun da, sən göydə niyə qalmaq Bu niyə belə istəyirsən? qoyublar ki? Bu niyə belə qoyublar? Bilirsən hansı duz, hansı şeydir? Bax, ikisi də bir deşikdir. Ay, əlinin bəndinə sənin, hə. Topalsan, öyün yıxılma. Bu duzdur. O duz deyil. Peperdir. Çox, bir kəlmə. 5 xəncər. Yes. Bir dənə Bir dənə xaçapur acarski. Alt- Bax, bu çaşuşuli qəşəngdir. Qardaşım inarsan? Yox, amma yaxşı. Amma restoran... Abi! Heç kim. O bu oydur. Bax, qardaş. Girəndə burada 8 dənə afisant var. Bax, qardaş. Sıfır da. Sıfır xidmət, sıfır xidmət, sıfır da. Bildin necə? Proszę pana. Xaçapur acarski. Jeden. Xinkali z baraniną. 5 Pięć sztuk. I czaszuszuli. Jeden duszes, jeden taką. Dobra. Bardzo ważne pytanie. Za ile minut będzie? 10-12 minut. O səs sıxmısan, qoş çatdı. Все. Yemək istəyə gəldi. Gecikdi, amma yəni Münsif kimi danışma, rahat danış. gecikdi də. Gecikdi müəllim. 14 dəqiqə yemək gəlir hə. Bu necə yeyirlər? Bunu belə Bura, götürüb çox sadə, çox xahiş toxunma. O iyrənc əlləri o yeməyə vurma. Sən özün. Oo, Üstüyə bax. Bax, qardaş. Yağ var, yumurta pişməyib bura. yumurta, ay, buna. O əliməlidir bura. Ay, iyrəncsin Qardaşım. Ay, yaxşı olur sən. Sən hələ betər Qardaşım, olmalı. Allah and olsun cəhənnəm atəşində bişiriblər yeməyi. Bu nə qaynar? Nədir yumurta pişməyib ki? Gözlürlər pişirməyə hələ. Belə olmalı. Bu normalda belə sıyırıb yeməlisən. Düz getməli var. Bunlar Eyb yox. elədi, nə Eyb yox. Eyb yox. Eyb yox. Keçirik ikinci tərəfə. Dəymədi, oranı da mən eləyim. Elə. Bax bunu səliqəli bir qayda götürürsən. Yağ qaldı orada. Ağzıma Belə atırsan. sən. Elə bildim ağzıma atırsan. Verirsən. Məntiqin deyim, içindəki suluquni pendiri, yumurtası bir də şey qarışmalıdır nağardına. Yağa bax burada qalıb, brat. O yağ var orada. Ay vay 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 vay. Vay. Vay 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 vay. Bunu Marsa kimi uzadacam da. Ağa qardaşım birinci sənə süzdür. Mən də sənə stəkan uzatdım. Pomidor sosu gətirsin də. Fu, sənin var ha, mədən yox deyə. Yeməlisən valla.
Allah'ım olsun, nə istəyirsiniz yazın da uşaqlar. Xaçapuriya pomidor sousu da, sən düzgün deportsan, səni Gürcüstana buraxma. Bəs mən? Tələsmə də la. Hə. Bəs dostluq, qardaşlıq? Mənə gic-gic danışa düşürəm səni göt. Ya bu mora batırasın. Mikrofonu duram ya. Okey, çaşuşulimiz də gəldi. Bu da tomat sosunda mal əti də. Mal ətinin qıyma forması. Okey, sosumuz da gəldi. Cinkuya mən. Onda bir dənə bura ötür. Sosu ötürə bilərəm Bunu ora sən. batırım, onun ağzına ötür. Qardaş qardaşa bax, doğma ha, bunu eləmir. Həsən, mənim qardaşım heç vaxt mənə Ağzıva verməyib. Hara gəlmişik ha? Hara şahay? Biz hara gəlmişik ha canoyi? Çaşuşulini də göstərim. Bu sadəcə baxın belə bir 18 dəqiqə gəldi. pisdir bu arada. Yalancı var. Yenə münsifliyə girməyim, amma pisdir. Məncə biraz bütündən element uydurma. Normal danış. Yəni bu adətdəndir, Allahın əmridir. Gürcü restoranında xəncəl yoxlayarlar. Yeyilmək Biraz qoy soysun. sən bu xəncələ çəngəl vurasan ha. Bura başımı Çəngəli götürməliyəm boğazına ya. vuraram. Budur brat. Köyün dəlisi. Şaydı bura. Daha bir qiymət verdi. Allah sırazı əmişdirdin. Amma belə yumşaqlığı zat zor da. İstədiyi suyu. Çox. Bu informasiyanı niyə yeyəsən? Yeməyəcəm. Oy. Oy. Yəni xəncələ vav deməyəcəm. Yox, xəncələ şey deməyəcəm. Ay elə xəncəl. Xəncəldir də yəni. Bildin? Ay nə yumşaq şey. Xəmiri. Varoşda o qədər yemişəm ki, oranın xəmiri bir sən nədir? Palazdır da. Krantdan su içirsən, neysə. Bulaqdan içəmi. Necə yeyə bilər? Xəncəl necə yeyə Səncə bilər? həqiqi necə səliqə? Budur brat, odur. Allah düz yeyirsən. Allah qudursun. Necə inandırmaq istəyirəm də. Güvən mənə. Amma sən bayaq səhv edin, çünki sos vurmadın. Xoş oldu. Xoş oldu. Amma yəni standart xəncəldir də, hə? Smert olsun. Hə, vav bir şey yoxdur amma xəncəldə. Ya, ya. Vav Xəncəl. bir şey yoxdur. Sən qardaşın bir qaşıq da çaşuşulu qoysun. Əlini çək. Mən bunun burasını deyirəm. Ay əlini çək. Mən bunun burasını deyirəm. Sən pox yeyirsən. Bir dənə tez qardaşın çaşuşunu əritsin. Yox, gözündə o işığı görmədim. Yox. Yəni Azərbaycandakı hansı yeməyə yaxındır bilmirəm. Amma dadlıdır. Amma yəni standart tomat sosunda ətdir. Yəni vav bir şey yoxdur. Kartof yoxdur, etka. Yox. Ətin dadı standart ət dadıdır. Tomat sosunda ət necə dadırsa spesialı. Yəni də elə da ədviyyatdır. Ət necə amma ağız dəriyir? Dişləməlisən. Yəni əti damağınla əzə bilmirsən. Bir kişidə amma hamısı yeyir. Hə, dağılır. Allah. Yəni dişim incitmir. Deyə bilərsiniz də, yəni bildin. Çaşuşuli bizim mətbəxə yaxın bir yeməkdir. Ümumiyyətlə nə yedik bu dəqiqə? Bax, çaşuşuli, gürcü xəncəli, acika. Vso, videonun axırında Acika nə dala, xaçapuri acarsan. Ümumiyyətlə dadını deyim ki, xaçapuridən başqa xəncəllə çaşuşuli standart yəni, va o Mən deməli. burası bu xoş oldu, qalanları Deyirəm də, hə. Bəsdir. Getdik. O biri gürcü restoranında görüşərik. Gəlmişik varoş restoranların ən yaxşısına. Şey sualı verim. Siz cansöv kəndi mətbəxini yoxlayacaqsınız. Bax, bura işarələrə bax bir dənə. Burada amma AI deyil. AI ilə düzəldilsin. Yəni bu sən buna baxırsan, bax buna. Yəni bu sən nə deməkdir bu? Var yoxdan əhlə gürcü restoranı. Yaxşı, bayraq olmasa elə deməzdin. Çünki onu göstərirəm. Bax, 1, 2. Baxın dostlar, hər tərəf Türkiyədir. Türklər də hər tərəf. Bayraq yazılar olmasa Bırak. deməzdin. Hə də bax, yəni bir dənə işarə qoy da. Bax, Genatsvaliyə getdik, bir dənə yazılıb Genatsvali. Bu mən şəklini çəkib bunların hamısını siləcəm. Əlbəttə bilməzsən elə olanda. Amma yəni bir dənə yaz ki, restavrasiya Gruzinska, qutardı. Gruzina, bayraq, Gruzinska. İndi gəldik çox düşük büdcəli gürcü restoranına. Həqiqətən belə baxanda bilə bilərsiniz ki, düşüb. Yəni burada yeyib bitirsən sənə Amma pul. bir də Yeyib bitirsən sənə pul verirlər də səni öl. Düşürsən elə bir. Maraqlı məqam odur ki, Maraqlı. restoran burdadır, puxna ordadır, oradan gəlib daş. Amma çöldən gətirir yeməyi. Amma görməmişəm o prosesi. Gedək mətbəxə baxaq. Mən getmirəm. Niyə? O mətbəxdən iyi gəlir. Gəl, gəl. Gəl də mətbəxə baxaq. Nəysə, gəl, Mərd, gəl. Dzień dobry, można nagrywać? Video. Ne? Okay. Yəni mətbəx təqribi belədir. Vay, gördüm bizim. Allaha and olsun, qapı açılan kimi. Bro, bu üstündən Bax, getməyəcək. Ölənə kimi o sənləndir də. Bu çox qalındır, bro. Sən ölsə Qalınlığına bax. at mənə. Oh! Nəysə, gəl içəriyə. Çox şirindir amma. Qəşəngdir sən, hə? Çox şirindir. Yəni budur. Məkan bizimdir də, yəni. Qardaş, veşilka var. Mən bir restorandan daha nə istəyə bilərəm? Veşilka var, aç. Bro, gəl videolarımızı burada çəkə bilərik. Studiyo tutmağa ehtiyac yoxdur. Ağ eləmə də, ağ Boşdur eləmə. da onsuz da.
Bunlar işləmir hə? Amma bu nədir? Gözəldir ya, Gürcü restoran. Çaxıra bax orada. Əslində bunu royal çalmalıydı. Abi bu nədir? Qırma, qurban olum. Müzeydəyəm. Evet arkadaşlar, bugün Gürcü restoranında heç kimin ol. Gəlin məndən. Burada eləyəcəyiniz bir göz təması sizin ölümünüzə səbəb ola bilər. Burada eləyəcəyimiz bir dənək. Gəlin. Burada aradan mətbəxdən baxır. O keçmədi. Buradan baxın əziz izləyicilər. Burada heç kimdən göz əlaqəsi qurmayın. Yeməklərə baxmayın. Gəlin. Tualet. Afisant yoxdur burada ümumiyyətlə. Afisantı da power deyin adamdır. Yəni lağ kimi yox, yəni düşüb büdcəli də qardaşım. Zordur da. Mən belə yerlər ləzzət Hə, edirəm. xoş. Və buranın yeməyi bəlkə də Cenatvallidən dadlı olur. Dəqiq, qiymət fərqi var. Bir dənə sifariş eləyək, yeməklər gələndə həll eləyərik. Dobra, Cenkuya. Bax, acaruli xaçapuri 32 zlot. Ha? Hə, bax. Xinkali hanı? Xinkali yadımdadır çünki qiyməti. 9. Orada da 9 idi. Yox, burada 9 deyil. Burada 5 dənəsi baranın 39. Ucuzdur. Bura ucuzdur, okey. Düzdür. Bura ucuzdur. Bir dənə xinkali, bir də acaruli xaçapuri acaruli. Nimetle şaka olmaz. Bir dənə bir şey deyəcəm, gör razısan. Hansı restoranda ki belə bir salfetka qab var? Daydaydı. Və daydaydı və dadlıdır, düzdür. Yəni görək dayı bir dənə 1% qaldı bir dəqiqə. Yəni çəkilişdəki elə belə deyil də, yəni ki, dicay-micaydı da, yəni bir dənə like eləyin də, nə olar ki, Allah yolunda. Həqiqətən konkret onu deyim də. Bax, YouTube-a başlayırıq, nə olar ki, abunə olun. Pulumuz çıxmır, bir şey olmur. Ora bir abunəyə bas dənə. Bas dənə, pul getmir, bir şey olmur. Hazırsınız baba? Oldu, smert vurdun axı. Mən də bir dənə əlavə eləyim. Allah'a and olsun, prosta vurdun da sən. İğrənc səni. Allah'ın olsun. Dünyada sənə qədər iğrənc adam. Bax, səliqəli olmaq pulunla deyil, qardaşlar. Qardaşım, Qafqaz mətbəxində səliqə yoxdur. Əllə hamısı. Bax. Görürsən səliqəli elədim? Sən məndən sonra elədin. Sonrası əvvəli var, qardaş. Ya Həsən keçər, ya keçər Həsən. Muz istiyorsun Ceylan götlüm ben. Yəni həqiqətən ucuzdur deyə pis şey demək istəmirəm, amma pis deyil, ucuz olmağına baxmayaraq. Amma Cenatvalidəki daha yaxşıdır xaçapuridə də. İndi aç. Bir də doymuşsan nə qardaş? Yox, ondan adı yox. Bir doymuşsan ya. Doymağına ayrı doymuşam. Dadının ona nə dəxli? Bayaq ora gələndə azlıqlı bir dənə sənə. Mən o qədər ac değilim bu arada. Çünki mən səhər yemişdim yadımdadır. Səhər yediyindəki kartdan aldığım bir dənə. Xırdaçılıq edirsən, yenə xırdaçılıq edirsən. Nəysə mən xəncəl yeyirəm. Küstüm səndən. Burada bir küsmə. Bax, ikinci dəfə daha mən acıqa yemədim. Bölürəm. Böl, sən ölçü baba. Ölçüyə bax. Bir də burada şey var, xəncəli rahat tutmaq olmur. Çox suludur. Nə oldu? O nə düşməyib ha? Ki? Dayı orada yenə baxır ki. Buradakı xəncəl Cenatvallidən yaxşıdır. Vallahi. Dəqiq coşdum da mən ona. Ad deyil amma çox tez gəldik bura. Sıraz oradan çıxdıq, görməmiş kimi bura gəldik. Qəşəngdir o. Əslində adı qəşəngdir. Kurona and olsun. Məncə Cenatvallidə içində biraz domuz əti qatırdılar. Domuz əti qatmır bura. Cenatvalidəki düzgün qıyma və göyərtidir. Bunda konkret Bunda ətin dadını gürcü istəyirsən. spesiyası, gürcü ədəbiyyatı var içində. Sıraz Xalanın əli var. Sosu vur, bir dənə sosla tamam başqa olur. Xalanın əli var bir də. Amma bir şey deyim. Hə. Xəmirin qalınlığı burada biraz palaz kimi yenə deyirəm. Orada biraz daha şey. Çox yumşaq. Amma bu arada əsl mən həmişə xəncə sənin deşikdim. Yo, ümumi deyim ki, xəncərin dadı oradakından daha dadlıdır. Amma plusda burada qiymət ucuzdur. Ya, ucuzdur. Ucuz dediyin 700 zlot 80 qroşdur da. Orada da 9 idi. Yenə xırdaçılıq. 5-ə vurdu amma. 5-ə vurayım, amma oradakı içərinin vəziyyəti, içərinin quruluğu, nə bilim, gözəldir, afisiyantlarında dayı biraz Dalaşaq tomatı içində. dalaşmıyor, pişimi deyil. Yox, dalaşaq tomatı içində. Okey, dostlar. Yəni ümumi vəziyyət budur. Xəncəl burada daha yaxşıdır, xaçapur orada daha yaxşıdır. Bir dənə yeyəcək qardaşlar. Biz var aşırdaq. Qardaş. Gədəbəyli, Şəmsi. Sən bax biraz panyatka olsa oradan bura süzər. Orada da var məncə. Tamam sən də.
Qaqaş bir var ha, sevgi yaşayır yeməklə, Allah hamd olsun. Qaqaş mən orada o suyun üstə döyüb öldürsən olar. Deyir ki, qaçsan mənim yeməyimi nə qoysan, çırpır da mən it kimi. Qoçuram. Bəs mən döyülürəm axı. Sən döyünə. Mən. Gələ başa hansını seçsən, tez denə. Burat, mən gözəlliyinə görə birinci. Şadlıq sarayıdır da. Yəni mən prosta yolda ac olum, gedim nə yeyim, tez birdən ora dəyim, yeyim çıxım da. Bax, bir dənə sənə bir şey deyim. Ucuz olan bir sən necədir? Ucuz olana səhər saat harasa 12-dən 5-ə kimi gedəcək. Ay sağ ol. Genəsi var idi axşam. Çünki Axşam, ay tədbir zələ. Ay, sonra canlı musiqi zamanı. Ay sağ ol. Yəni ümumi büdcəvizə uyğun olaraq, əgər həqiqətən gedib sadəcə bir gürcü yeməyi yemək istəyirsinizsə, o ucuz olan gürcü restoranı. Adı da yoxdur, yəni o qədər ucuzdur bildiyin. Təcdə var, Gruzinska nəsə bir şey. Hər yerə Gruzinska yazmışdı. Amma qiymət cəhətdən hansı? Heç əslində çox da fərq yoxdur. Yəni burada sadəcə lüks və sizin o günkü muduvuza qalıb, belə deyim. İkisinə də gedilə bilər bu arada. Dost tanışla, varoşa, göznazarla. O birinə, çox gözəl izah. Belə videoların davamını istəyirsinizsə, həqiqətən bizə abunə olmağınız çox bizə lazımdır, həqiqətən. Okey, özünüzə yaxşı baxın. İnşallah növbəti yemək videolarında, vloglarda görüşənədək. İsi. Camal.